Salam qızlar, bu gün sizlərə belə bir ajur motivin toxunuşunu göstərmək istəyirəm. Kvadratdır əslində. Yay üçün, yay atkıları üçün, çiyin atkısı, lap krop, baleroşka filan belə bir şeylər üçün, çimərliyə getmək üçün, məsələn, orada çiyinə atmaq üçün nəsə bir şey belə ajur motivdən toxuya bilərsiniz. Müsbət cəhətləri odur ki, sap sərfiyyatı az tələb eləyir, gördüyünüz kimi. Vaxt sərfiyyatı da az tələb eləyir, çünki çox sadədir, burada belə bir şey yoxdur. Mənim sevmədiyim dərmədeşikli motivlərdən, amma yay üçün yaxşıdır. Rəngli edə bilərsiniz, hər sıranı bir fərqli rəng eləyə bilərsiniz, hamısını eyni rəng eləyə bilərsiniz, o da artıq sizin zövqünüzə uyğun bir şeydir. Gəlin başlayaq birinci sıranı. Deməli, birinci sıranı başlayaq. Kənara qoyun, fokusu itirir yoxsa. Deməli, həmişəki kimi başlayıram ilk ilməmi yaratmağa belə. 4 dənə zəncir toxuyacağam indi. 1, 2, 3, 4. Onu da deyim ki, bu motivi, bunu da, bu nümunəni də indi toxuduğumda yarnar cinslə toxuyuram. Yay üçün yaxşı sapda düşünürəm ki, ümumiyyətlə nümunə toxumaq üçün bütün master-klassda yarnar cins istifadə edirəm. 3 nömrə milçə. Okey, 4 dənə zənciri toxuduq. İndi bunun ilk zəncirin içinə keçərək bu zəncirləri bir halqaya birləşdiririk. Belə ki, indi bunların içinə ilk sıranı toxumağa başlayırıq bu halqanın. Halqanın da içi bir də buradadır bu. Deməli, sıramızı, birinci sıranı başlayırıq. 1, 2, 3. 3 dənə zəncir toxuduq. Bu 3 dənə zənciri bir dənə bir atmalı sütun kimi sayırıq. Deməli, bizə bu birinci sırada lazımdır. Cəmilikdə 16 ədəd bir atmalı sütun. İndi bunu da bir dənə sütun sayırıq deyə artıq bundan savayı 15 ədəd bir atmalı sütun toxuyuruq. Bir dənə atdıq sapı. Milçənin üstünə baxın, burada bu mərkəzə belə gedirik. Sap alıb çıxardırıq. 3 dənə ilməmiz var milçənin üstündə. Sap alırıq, ikisini toxuyuruq və sap alırıq, ikisini toxuyuruq. Bu da bizim ilk həqiqi bir atmalı sütunumuz. Bunlardan 15 dənə toxumaq lazımdır bura. Belə toxuya gedək. Oxford sapları var. Pambıq, 100% pambıq. O daha nazikdir. Onunla da sırf bu motivi toxumaq uyğun olar. Mənə elə gəlir ki, yəni yay üçün də toxuyursunuzsa pambıq olsa yaxşıdır. Sadəcə var ki, yarnart cins 100% pambıq deyil. Poliakrillə qarışıqdır. Amma yenə də nazikdir. Sayımızı yoxlayaq. Deməli, bunu da sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Okey. Burada pauzanı basacağım. 16 dənə cəm eləyərkən davam eləyərik. Sayımızı bir də yoxlayaq. Deməli, çox dənə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə sütunumuz. Onlardan ilk olanı əsl sütun deyil. 3 dənə zəncirdir. Həmin zəncirin ən yuxarıda olanın içinə keçirik. Sıramızı bağlayırıq və birinci sıramızı bitirmiş oluruq. Burada eğer istəyirsinizsə sapı kəsib rəngi dəyişə bilərsiniz. Amma mən bu mərkəzi bir rəng eləyib çərçivəni fərqli rəng eləməklə olur. Belə eləyərkən birləşdirəndə çox qəşəng görüntü alınır. Amma yenə də zövq məsələsidir, özünüzün şəxsi tərcihinizdən asılıdır. Keçirik ikinci sıramıza. İkinci sırada nə edirik? Deməli,
Deməli, 3 zəncir qaldırırıq və yenə də bu 3 zənciri bir dənə bir atmalı sütun kimi hesaba alırıq. 2 dənə də zəncir əlavə eləyirik ara məsafəsi üçün. Onu indi bir sonrakılarda görəsiniz nədir. Deməli, bunu buradan da belə eləmək olar. Araya salmaq da olar. Gəlin dəyişdirək deyim. Sxemə görə belə davam eləmək olar. Amma baxın, burada birləşdirəndə bu sütunun tam başındadır. İndi isə bizə bu aralara toxumaq lazımdır. Gəlin keçək araya, bu daha məsləhətlidir. Bu araya keçirik belə. Burada bir dənə sürüşdürmə ilməsi eləyirik. Daha doğrusu düzgün başa salsam, sürüşdürmə ilməsi ilə bu araya keçirik. Burada olmalıyıq. 1, 2, 3 dənə zəncir, hansını ki bir atmalı sütun kimi hesablayırıq və 2 dənə də zəncir ara məsafəsi üçün. Sonra yenə gedirik növbəti bu iki sütun arasına, boşluğa. Bura bir dənə də sütun toxuyuruq. Ancaq bir atmalı sütunlar toxuyuruq burada hələ ki. Bir dənə də, iki dənə zəncir toxuyuruq. Yenə gedirik növbəti iki sütunun arasına, boşluğa belə bir dənə sütun toxuyuruq. Birinci sıradaki bütün bu sütunların arasındaki boşluğa bir dənə sütun toxuyuruq və hər bu sütunun da arasında 2 dənə zəncir məsafə qoyuruq. Bu bizim ikinci sıramız olacaq. İkinci sıramız bundan ibarətdir. 2 dənə zəncir. Gedirik növbəti iki sütunun arasına. Belə sıramızı bitiririk. 2 zəncir. Yenə bura. Belə bir şey alınır. Burada yenə pauzaya basacağım. Sıranın sonunda görüşərik. Sıramızın sonuna gəldik. Burada axırıncı baxın bu məsafə qalıb. Bunu da toxuyaq. Bir, iki. Deməli baxın, burada 5 dənə zəncir qaldırmışdıq. 1, 2, 3. Üçüncüyə giririk belə. Sıramızı bitiririk. İkinci sıramızı da bitirdik. İndi keçək üçüncü sıramıza. Üçüncü sıramızda klasterlər toxuyacağıq. Bax bu boşluqlarda. Deməli, yenə sürüşdürmə ilməsi ilə bu boşluğa keçək. Belə məsləhətlidir. Deməli, buradan 3 dənə zəncir toxuyuruq yenə sıranı qaldırmaq üçün. Bunu da yox, bunu saymayacaq. Yəqin ki, yox, indi toxunanda qalar. Bu sıranı qaldırmaq üçündür. Burada klaster toxuyacaq sadəcə. Necə? Sap alırıq. Sap alırıq. Bu boşluğa keçirik. 3 dənə ilməmiz var. İkisini toxuyuruq, dayanırıq. Yenə sap alırıq. Keçirik bu mərkəzə. Boşluğa da çiniyim. Sap alırıq. Baxın, son iki soldakı, baxın sap almadan, ən soldakı 2 ilməni toxuyuruq və dayanırıq. Yenə sap alırıq, gedirik bura, çıxarırıq, yenə sol 2 ilməni birlikdə toxuyuruq. İndi bunların hamısını birlikdə toxuyuruq. Belə. Bunların da birləşdirmə 1, 2, 3, 4, 5. 5 dənə zəncir burada toxuyuruq və gedirik növbəti klasteri yaratmağa, növbəti boşluğa. Deməli, yenə sap alıb çıxarırıq. Ən soldakı 2 ilməni birlikdə toxuyuruq, dayanırıq. Yenə təkrarlayırıq, sap alırıq. Gedirik, oradan sap çıxardırıq. Yenə sol 2 ilməni birlikdə toxuyuruq, dayanırıq. Yenə eyni şeyi təkrarlayırıq. Burada bu klasterdə
bu elədiyimizi yarımçıq elə bir sütunlar toxuyuruq burada. 3 və yaxud 4 dənə eləyə bilərsiniz. İndi bura başlanğıcdır deyə. Gəlin 4 dənə eləyək, eyni olsun. Okay. Bunların hamısına bu 5 oldu. Ha, yox, axırıncı lazım deyil. Çaşdırdım. 3 dənə eləyirik. Burada ən birinci klasterdə nəsə bir fişka eləyirdim indi. Yadımda deyil. Sapalaraq hamısını bir toxuyuruq belə. Sonra 1, 2, 3, 4, 5. 5 dənə zəncir toxuyub davam eləyirik. Yenə gedək, yenə birlikdə eləyək. Bu motivi çoxdan da toxumuram. Gördüm, yadıma düşdü ki, yay fəsli gəlir. Yoxlamaq olar yay fəsli üçün. Çalışacağım bundan bir dənə nəsə bir geyim əşyası toxuyum, onu göstərim sizə. Nümunə kimi belə. 1, 2, 3, 4, 5. Baxın, belə bu şəkildə davam eləyirik. Bütün bu sıra boyu sıranın sonunda görüşərik. İndi pauzayı basacağım. Okey qızlar, sıramızı bitiririk. 3-cü sıramızı bitiririk. 1, 2, 3. 3 sıradan təməlimiz ibarətdir. Baxın burada. Lap başlıqda baxın bu yerə keçib sıramızı birləşdirək. Kəsmək olar artıq. Bu bizim mərkəzimiz, motivimizin. İndi burada dayandıracağım. Növbəti videoda bunun çərçivəsini toxuyaq.